mən hər dəfə bölgələrə, rəhbər vəzifələrinə şəxsləri təyin edəndə verdiyim tapşırıqlar onlar üçün əsas iş prinsipləri olmalıdır. İlk növbədə xalqa xidmət etmək, xalqla bir yerdə olmaq, hər bir rəhbər, vəzifədə çalışan şəxs, hər bir məmur təvəzzükar olmalıdır. Həyatda, məişətdə özü, onun yaxın qohumları özlərini elə aparmalıdırlar ki, bizim ümumi işimizə heç bir irad tutulmasın. Əfsuslar olsun ki, bəzi hallarda məmurlar özlərini cəmiyyətdə düzgün apara bilmirlər. İfrat dərəcədə təkəbbürlük göstərirlər. Özlərini hamıdan üstün tutmağa çalışırlar. Və beləliklə həm öz nüfuzunu itirirlər. Eyni zamanda dövlətimizə, dövlətin siyasətinə də ləkə vurmuşdur. Bəzi hallarda korrupsiyaya, rüşvətxorluğa düçar olurlar və Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə, qanun qarşısında cavab verməli olur. Və belə hallar, əfsuslar olsun ki, bugün də var. Ancaq o da cəmiyyət üçün tam aydındır ki, heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq. Bizim bütün bölgələrimizdə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə elektrik infrastrukturunun yaradılması güclü potensial yaratmışdır. Magistral yollar tamamilə müasir standartlara cavab verir. Şəhərlər arası yollar təmirlidir. Kənd yollarının tikintisi üçün hər il lazımi vəsait ayrılır və hələ ki, deyə bilmərəm ki, 100% biz istənilən nəticəyə çatmışıq, ancaq bir çox bölgələrdə kənd yollarının hardasa 70-80% təmirlidir və keyfiyyətlidir. Qaldı ki, yerlərdə bugün hələ də mövcud olan insanları narahat edən məsələlər öz həllini tapsın. Burada da əsas prinsip sosial ədalət prinsipidir. Və hər bir bölgədə, hər bir kənddə insanlar görməlidir və bilməlidir ki, ədalət hər zaman üstünlük təşkil edir. Vaxtilə bizim bölgələrimizdə proseslərin mənfi istiqamətlə getməsinin səbəbi də məhz mərkəzi icra orqanlarındakı bəzi məmurların boşa gəlməz hərəkətləri və tapşırıqları idi. Artıq o məmurlardan, necə deyirlər, əsər əlamət də qalmayıb. Ona görə mən tam əminəm ki, mərkəzdən sizə hansısa bir qanunsuz tapşırıq bundan sonra verilməyəcək. Vaxtı ilə belə hallar olub və bu qanunsuz tapşırıqları verən və qanunsuz varlanmanı özləri üçün əsas məqsəd hesab edən məmurlar bugün məhkəmə qarşısında cavab verir.